Salam əzizləyicilər, mən Nilay Yusifli. Bugün sizə dövlət qulluğu imtahanına düşən qəbul sualını izah edəcəm. Bu sual deməli yaş məsələsi ilə bağlı bir sualdır, test tapşırığıdır. Bizə deyir ki, atanın yaşını göstərən iki rəqəmli ədədin rəqəmləri cəmi 5-dir. Həmin ədəd oğlun yaşını göstərən ədəddən 4 dəfə böyükdür. Neçə il əvvəl ata oğlundan yaşca 7 dəfə böyükdür. Baxın, deməli atanın yaşını göstərən iki rəqəmli ədədin rəqəmləri cəmi 5-dir deyirsən, nə ola bilər bu? Mümkün müəyyən qədər halları yazaq. Məsələn, 23 ola bilər, 32 ola bilər, 41 ola bilər, 50 ola bilər. Bu şəkildə. Və mənə deyir ki, həmin ədəd oğlunun yaşını göstərən ədəddən 4 dəfə böyükdür. 4-ə bölünən olmalıdır. Bu deyil, bu deyil, bu deyil. Deməli, atanın 32 yaşı var. Əgər atanın 32 yaşı varsa, bizə deyir ki, həmin ədəd oğlunun yaşını göstərən ədəddən 4 dəfə böyükdür. Bunu 4-ə bölüb, oğlunun da 8 yaş olduğunu müəyyənləşdiririk. Deməli, müəyyənləşdirdik ki, atanın 32, oğlunun isə 8 yaşı var. İkinci halda deyir ki, neçə il əvvəl ata oğlundan yaşca 7 dəfə böyük idi. Neçə il əvvəl deyirsə, bundan da müəyyən bir x ədədini çıxıram. Həmçinin bundan da 7 dəfə böyük deyirsə, yadınızda saxlayın. Həmişə ən kiçik olanı vurmalıyıq, böyüyə çatdırmaq üçün. Bu ifadəni vuruq 7. Təmrinimizi həll eləsək, olacaq ki, 32 çıxılsın x bərabərdir. 56 çıxılsın 7x. 6x bərabərdir 24-də, x də bərabərdir 4. Deməli, 4 il əvvəl ata oğlundan 7 dəfə böyük imiş.